arzu idi ki, hərbiçi olsun. O arzusu ilə getdi hərbi xidmətə. O getdi, hərbi xidmətdə şəhid oldu. Bəzi sosial şəbəkələr mənim ağrıma, acıma, qarayaqmalar yazır. Deyir, şəphici idi, nə bilim, atası, nə bilim filan kəs. Sən bu qədər elə vətəni istəyənsənsə, həmin qardaşımı sosial şəbəkələrdə şantaj eləməcinə, gətir həmin valideynə başqa yardım eləcinə, gəl ona başsağlıq vercinə, onun dərdinə şərik olcinə. O deyirlər, o hardan bilir ki, mənim qardaşım ayaqqabısız gedib, mənim gəlin bacım nə bilim, paltarsız gedib. O harda idi? O heç övlad acısı görüb ki, o övlad acısı görsə, o həmin sözü deyə bilməz. Mən ona ağır olsun deyirəm. Sən öz xeyrinə məndən istifadə eləməcinə, mənim şəhidimdən, Azərbaycan şəhidindən istifadə eləməcinə, mənim yaram hələ sağılmamış, mənim yaramın üstünə duz tökürsən. Sən bilmirsən Qarabağ hardadır, Qarabağın dərdini çəkirsən. Sən mənim qardaşımı şəhid atası kimi təhqir edirsən, sən mənim hökumətimi təhqir edirsən, sən prezidentimi təhqir edirsən, mənlə onu üzbəüz qoyursan, sən onu kim imkan verir? Mən xahiş edirəm bəzi qurumlara onları məhkəməyə versin, mənim dərdimə şərik olsun. Sənə kim ixtiyar verir ki, mənim bu sözlərimi qarayaqdı kimi yaxasan? Bəzi sosial şəbəkələrdə öz mənafeyivə görə məndən istifadə eləyəsən. Bizim ölkəmizdə o qədər yaxşı şeylər var ki, dəfələrlə cənab prezident öz xanımla Lahıc qəsəbəsində olub, Lahıcda yol çəkib, qaz çəkib və bunları niyə demirsiniz? Məktəb tikib, bağçalar, o qədər cənab prezident yaxşı işlər görür. Niyə onu demirsiniz? Ancaq tutursunuz bir dənə nə bilim tabut. Bu tabutu nətər tabutdan şəhidi aparıb bastırırlar. Mənim başım çıxmır. Bəlkə siz mənə başa salasınız. Mən xahiş edirəm. Belə qarayaqlarına yaxıb mənim dərdimi, mənim yaramın, üzün qaysağını qopardıb, ağrı verməyin. Mən bəzi qurumlardan xahiş edirəm. Belə şeyləri heç olmasa bizim şəhidimizə görə belə sosial şəbəkələrə buraxmasınlar. Mən onu deyə bilmərəm ki, bəlkə bu toya gedir, hara gedir. Dəfin mərasimi, ola bilər bu insanın başı da itər, nə bilim, heç əynə paltar da giyə bilməz. Sən bunu mənim üçün şantaj eləmək dəymir. Ona heç dəlalət eləmir. Sən ona təsəlli verməkdənsə, təzdən onun yarasına duz tökürsən. Mən deyə bilmərəm, siz düşmənsiniz, Azərbaycanlısınız, mən sizi düşmən sayıram. Biz əgər belə şəhidimizə belə hörmət bəsləyiriksə, vallahi mən sizə nə deyə bilərəm də, tabut nətər olmalıdır? Tabut elə olmalıdır. Tabut bayrağa bükülür, bu tabutu samalyotuna aparırlar, nə bilim, dəyinə aparırlar. Bu el, adət, nətərdir, hilənki aparıb bastırılır. Mən başım çıxmır, o nətər. Bəlkə onlar yaxşı bilir, mənə öyrətsinlər, mən deyə bilmərəm. Mən belə atalarla fəxr eləyirəm. Bir dənə oğlu olaraq, o vətəni qorumağa yollayıb. Sənin kimilər gedib bilmirəm, hansı kolun dibində gizlənib. Gəlin mənim şəhidimi qarayaqda eləyirsən. Mən belə atalarla biz hamımız fəxr eləməliyik. O ki, qaldı onun qarasına başqa-başqa sözlər deməməliyik. Hörmətli prezidentimdən xahiş eləyirəm. Belə adamlara elə ali ad versin ki, biz ona baxıb fərəhlənək. Biz onlardan, onlar bizə gəlib sığınmasın. Biz gedib elən ki, atalara sığınaq bundan sonra. Mən sosial şəbəkələrdə belə şeylər pis, çox pis. Bəlkə bunu düşmən mənə desəydi, məni yandırmazdı. Bu mənim üçün düşməndən heç bətərdir. Məni ölkə ilə, prezident ilə, mənim şəhidimə qara yıxırsa, mən buna nə deyə bilərəm? O,
bəlkə bu söyüşləri o bilir. O bəlkə ailəsində də elə ki, ancaq mən elə şeylər bilmirəm. Biz Azərbaycanlıyıq, bizim torpağımız var, ancaq torpağı qorumalıyıq. Ondan dərdli, ondan başqa, bizim başqa dərdimiz yoxdur. Hərə öz uşağını, öz balasını böyüdüb, vətəni əzizləmək, vətəni sevmək naminə yola salmalıdır. Bundan başqa bizim dərdimiz var, dövlət, o axırıncıdır. Əsas vətəndir. Bizim o vaxtı 41-45-də bizim kinolarımız var. Orada vətəndən başqa heç nə yoxdur. Ancaq bunlar bu dəqiqə gedib otururlar dünyanın nə bilim hansı toşqasından, vardan, dövlətdən, nə bilim başqa şeylərdən danışırlar. Mən belə şeylərə ar olsun deyirəm. Mən çox qəddarcasına pis baxıram mən belə şeylərə. Onlara mən çatdırarım ki, onlara heç kim cürət bilmir ki, bizim ailənin sosial şəbəkələrdə haqqında danışsın, pis niyyətlər desin. Əgər o mənim ailəmin istəyirsə, mənim ölkəmi istəyirsə, gəlib otursun mənim böyrəmdə, yanımda, mənim şəhidimə, mənim valideynimə, mənim qardaşıma dəstək olsun. Mən eləki adamlara ar olsun deyirəm. Anasını, atasını, bacısını, vətəni hamısını, Azərbaycanı qorusun. Vətən uğrunda gedib, şəhid ol. Valla ayaqqabısız getmişəm, alın başımda olmayıb. Paltarsız eləncə qaçmışam, alın başımda olmayıb. Birdən bir də eşitmişəm, balamdır. Belə getmişəm. Valla heç mənim yerimdə danışa bilməz. O dərdi mən çəkir. Heç kim çəkmir, mən çəkmir. Heç kim heç nə deyə bilməz. Kimdir o, elə sözlər yazır, elə sözlər deyib. Hökumətin adına, prezidentin adına söyür, tökür. Pis bax, al olsun ona, pis bax. İxtiyar vermirəm, heç kimə ki, nəsə desin. Ailəmiz bilər, heç kim yox, hökumət bilər. Ailəmiz bilər. İxtiyar vermirəm kimsənə, prezidentə qarşı nəsə desin. Bütün rayon, bütün hamısı, hökumət hamısı mənə baş çəkir, əl tutur, baş çəkir, hamısını, baş çəkir. Hökumət çox sağ olsun hökumət, razıyam. Mən fəxr edirəm, şəhid vermişəm, fəxr edirəm mənə. Vətən sağ olsun. Mən həmişə demişəm bu sözü. Gedəndə də demişəm, get yaxşı xidmət, həmişə danışanda da get vətən uğrunda yaxşı xidmət edir. Həmişə o sözü demişəm ona, heç nə, həmişə o sözü demişəm. Telefonla. Kasıb ailədirlər. Bu sosial şəbəkələrə biz baxırıq. Bizim adımızdan sözlər deməsinlər. Biz kasıb olsaq da, mən də bizim haqqımızdan sözlər qoşmasınlar. Atam, anam nə qədər savadsız olsalar da. Görürüm, sən tez-tez ora baxırsan, orada nə görürsən ki? Çünki onun yeri var. Harada? Yox, onun ürəyinə dalmışdı. Bu şəkildə o mu asıb bura? Onu atam alıp getirmişti. Onu ürəyinə dalmışdı ki, şəhid olacaq. Həm də ölən kimi.
Mən fəxr edirəm ki, mənim qardaşım şəhiddir. Fəxr edirəm. Vətən uğrunda gedib fəxr edirəm. Bizim adımızdan söz qoşmasınlar, qara yaxmasınlar. Dərdimizlə şərik olsunlar. Dərdimizi təzəltməsinlər. Anama, atama dəstək olsunlar, bizə dəstək olsunlar. Bizim əleyhimizə danışmaq, bizim adımızdan danışmaq heç kəsin ixtiyarı yoxdur.